Tamam. Değerli abiturientlər, demək biz indi başlayırıq bu gün kompüterin proqram təminatı və əməliyyat sisteminin izahına. Vaxt itirmədən başlayaq. Deməli, birinci sual, hələ ki suallar deməli ki, kompüterin proqram təminatına aiddir. Birinci sualda deyir ki, sistem proqram təminatına aid deyil. Sistem proqram təminatına aid olmamaq nə deməkdir? Kompüterin sistemində yox, yəni o tətbiqi proqram və yaxud digər bölmələrdə olmalıdır proqramlaşdırma alətlərində. Adobe Illustrator belə bu tətbiqidir. Doktor Web antivirusda antiviruslar sistemə aiddir. Linux əməliyyat sistemi də sistemə aiddir. Excel tətbiqidir. Oracle tətbiqidir. Disk Runner isə e, utilitlərdə və utilitlərdə sistem proqram təminatına aiddir. Ona görə A variantı. Keçirik ikinci suala. Hansı sistem proqramlarına aiddir? Əməliyyat sistemi və arxivləşdirmə proqramları. A variantı ilə doğru cavabdır. B variantında antivirus translyator burada qaydanı pozur. C variantında interpretator, bunun hər ikisi proqramlaşdırma alətləridir. D variantında qrafik redaktorlar pozur. Y variantında da yenə kompilyatorlar. Üçüncü sual, əməliyyat sistemlərini müəyyən edin. Bu üzrə qəbul düşmüş sualdır. Linux əməliyyat sistemidir. MS Word tətbiqdir. MacOS, ScanDisk əməliyyat sistemi deyil. Sistem proqramı da əməliyyat sistemi deyil. Defragmentor da həmçinin utilitlərdir bunlar. Windows bəli doğrudur. 1, 3, 6. Dördüncü suala baxaq. Uyğunluğu müəyyən edin. Əməliyyat sistemlərinə nələr aiddir? MS-DOS, bəli, A variantı. Oracle tətbiqiyə aiddir. Photoshop tətbiqiyə aiddir. Linux əməliyyat sisteminə aiddir. C++ da proqramlaşma alətlərinə, proqramlaşma dilinə aiddir. Ona görə 1-ə A, D, 2-yə B, C, 3-ə isə Y olur D variantı. 5-ci sual. Windows-la bağlı doğru sistemi müəyyən edin. Faylın adı 255 simvoldan az ola bilməz. Bu niyə ola bilməz? Doğrudurmu yoxsa yanlışdırmı? Bəli, ola bilər əslində. Niyə səhvdir ki? Daha doğrusu, yəni bizdə nəyi soruşur? Doğru fikir soruşur. 255-dən az ola bilməz? Xeyr, səhvdir. Təbii ki, ola bilər. Biz doğru fikir axtarırıq. Qrafik redaktorlarda e, şəkil yadda saxlamaq üçün Ctrl-V, xeyr, yadda saxlamaq üçün Ctrl-V yapışdırır. Yadda saxlamaq üçün Ctrl-S kimi basa bilərik, yəni save eləmək üçün. Faylı çap etmək üçün Ctrl+C, xeyr, bu kopyalayacaq. D. Ən sadə qrafik redaktoru da Photoshop, xeyr, Paint proqramıdır. Ona görə D də səhvdir. Y variantına baxaq. Faylın adında ət işarəsinin icazə verilir, bəli. Ola bilər bu. 9 dənə simvol var ki, o qarşıda deyəcəyik. Onlar icazə verilmir. 6-cı sual ScanDisk sistem proqramına aid edir. Bəli, doğrudur. MS Word tətbiq, Python ümumiyyətlə proqramlaşdırma alətidir. MS Access bu da tətbiqdir. Avast antivirusdur və Disclaimer doğrudur. 1, 5, 6 C variantı. 7-ci sual. Windows əməliyyat sistemində icazə verilməyənlər. Bəli. Hansılar icazə verilmir? Bunu artıq əzbər bilməliyik. Elə Y variantı burada doğrudur. A variantında DS işarəsi bu olar. C variantında nida işarəsi və altdan xətt. Bunlar olar. Nöqtə vergül də olar. B variantında dollar işarəsi, ət işarəsi qaydanı pozur. D-də də həmçinin ət işarəsi pozur. 8-ci sual ardıcılığı tamamlayın. Panda, McAfee bunların hər birinə də antivirusdur. Antivirusdur. Demək o zaman biz antivirus axtarsaq, burada Avast antivirusdur. Ona görə C variantı. Proqramlaşma alətlərinə aidləri seçindir. Python bəli aiddir. PowerPoint xeyir. Oracle xeyir. C++ və Pascal. 1, 4, 5 D variantı. 10-cu sual antivirus proqramıdır. Hansı? Baxaq görək, burada McAfee antivirus proqramıdır. Sistemə aid deyil deyirsə, o zaman arxivləşdirmə aiddir, antivirus aiddir, utilit aiddir, əməliyyat sistemi aiddir, amma təqdimat proqramları aid deyil. 12-ci sual interpretator nədir? İlkin yazılmış kodu sətir ayrıca çevirir. Baxaq görək, maşın dilində yazılmış xeyr, ilkin yazılmış proqramı bəli, elə B variantı doğrudur, sətr olaraq. Kompilyator nə olacaq o zaman? 13-cü sualda kompilyator. Kompilyator isə eyni şəkildə ilkin yazılmış kodu bütövlükdə oxuyur. Ona görə Y variantı. 14-cü sual məntiqi ardıcılı tamamlayın. Paint, WordPad, Access bunların hər biri nədir? Tətbiqi proqramlardır. Ona görə biz variantları tətbiqi proqram axtarırıq. A variant tətbiq deyil.
antivirusdur. B variantı bəli Excel tətbiqdir. 15-in nəticələrinə baxmaq ehtiyacı yoxdur. 15 keçdik əməliyyat sisteminə tipli suallara. Deməli deyir ki, hər hansı qovluqda şəkil JPG faylı saxlanılır. Bu qovluqda yeni qovluq yaradılır. Bu qovluqda yeni qovluq yaradılır və şəkil JPG faylı həmin qovluğa daşınır. Geri dəyişilən faylın tam adı sonra bu formada olur. Deyir, daşınmaya qədər. Deməli, şəkil JPG-nin nəyin necəsində daşıdılar? Yeni yaranmış qovluğun. O zaman şəkil JPG-nin yerləşdiyi bu KB6 yeni yaranmış qovluqdur. Bir dəfə qovluq yaradıblar. Belə çıxır ki, o zaman əvvəl bu KB6 olmayıb. Yəni, bu sonradan yaranıb şəkildə ora gətiriblər. O zaman şəkil JPG nəyin içərisində olub? Z3 D2023-dür. İndi bu deyir ki, daşınmaya qədər failin yerləşdiyi qovluğun diqqətlə oxumaq şərti lazımdır. Qovluğun tam adı, qovluq D2023-dür. Bunun tam adı nə olacaq? C Z3 D2023. Y variantı. Biz demişik ki, tam adı tapanda özü də daxil olmaqla götürülməlidir. Yol deyəndə isə, failin yolu deyəndə isə özünə qədər götürülür. 16-cı sual kitab BMP adlı fail informatika qovluğunda saxlanılırdı. Daha sonra bu fail həmin qovluqda yerləşən fizik adlı qovluğun daxilində yaradılmış yeni qovluq. Baxın. Yenə kitab informatikanın içərisində idi. Daha sonra bu fail həmin qovluqda, yəni kitab daha doğrusu informatika qovluğunda yerləşən fizikanın içərisində, yəni deməli informatikanın içərisində fizika var. Və fizikanın da içərisində yeni yaradılmış qovluğa daşındı. Deməli fizikadan sonra yenə nəsə olmalıdır. Onun da içərisində kitab olacaq. Deməli, informatika, fizika və yerlə nəsə olmalıdır. A variantına baxaq, informatika, fizika, fizikov. Burada artıq 2 dənə fail yaradılıb. Bizə axı bir də qovluq yaradılıb. Bizə axı bir qovluqdan söhbət gedir. Yaradılmış yeni qovluq deyir. A getdi. B variantı informatika, şəkil, fizika, xeyr. İnformatikadan sonra mütləq fizika gəlməlidir. İnformatika, fizika, şəkil, bəli, bu uyğun gəlir. Ona görə C variantıdır. D variantında problem elə birbaşa fizikanın içərisindədir. Y variantında isə fizika yoxdur. 17. Doğru yazılmış fayl adları. Hansı ki biz demişdik ki, o 9 dənə simvol icazə verilmir. Onu da yadda saxlamaq üçün bu formada yadda saxlaya bilərik. Qoşa nöqtə, ulduz və dırnaq işarəsi. Bunu bir insan kimi təsəvvür eləsək. Deməli, bu slash 3, 4, 5, 6, 7, 8, 9. Bunlardan hər hansı biri varsa doğru deyil. Şəkil nida var. Nidada problem yoxdur. 2 fizik qoşa nöqtə pozur. Ona görə. Burada DS var. Problem deyil. Burada sual pozur. Burada isə problem yoxdur. Ona görə 135. Y. Kaspersky və ScanDisk proqramları üçün oxşar xassələri müəyyən edin. Kaspersky də ScanDisk də hər biri antivirusdur. Antiviruslarda necə proqramlardır, həm də biz ona xidməti proqramlar deyə bilirik. Ona görə A variantı. 19-cu sual doğru fikirləri, təklifləri müəyyən edin. Basic proqramlaşdırma aləti doğrudur. Excel mətni yox, cədvəldir. OpenOffice Impress qrafik redaktordur, xeyr, təqdimatdır. Ona görə bir hələ ki doğrudur. Ona görə C-dir, B-dir, Y-dir, avtomatik gedir və 2 də səhv idi bizdə. Ona görə 1, 5, 6 qalacaq. PowerPoint tətbiqi proqramı doğrudur. Driver Session idarə edən proqramı da doğrudur. 4 niyə səhvdir? Kompüter proqram təminatının əsasını təşkil edən tətbiqi proqram yox, sistem proqramıdır. Ona görə 1, 5, 6. Utilitlərə aid olan proqramı müəyyən eləyək. Deməli, MySQL tətbiq, MS-DOS əməliyyat sistemi, Photoshop tətbiq, Basic proqramlaşdırma aləti, amma Panda həmin antiviruslardır. Bu da doğrudur. Xidməti proqram və utilitlər demək olar ki, elə eyni şey deməkdir. Xidməti proqramları müəyyən edin. MS Word xeyr, McAfee antivirusdur, Pascal xeyr, ScanDisk doğrudur, utilitdir. Avast antivirusdur, MS-DOS əməliyyat sistemidir. Ona görə olur 2, 4, 5 B variantı. 22. Proqramlaşdırma alətlərini müəyyən edək. Adobe InDesign bu tətbiqdir. Pascal doğrudur. Kaspersky sistemdir. Logo doğrudur. Basic doğrudur. Linux əməliyyat sistemidir. Ona görə 2, 4, 5 D variantı. 23 əməliyyat sistemlərini müəyyən edək. Əməliyyat sistemləri burada hansılardır? MS Paint xeyr. MS-DOS doğrudur. Python xeyr. Linux doğrudur. Windows doğrudur. 2, 4, 5. Ona görə C variantı.
24-cü sual tətbiqi proqramları müəyyən edək. MS-DOS xeyr, sistemdir. InDesign doğrudur. Doktor Web əməliyyat sistemidir. Estağfurullah antivirusdur. Impress doğrudur. CorelDRAW doğrudur. ScanDisk yenə sistem proqramıdır. Ona görə olur 2, 4, 5 Y variantı. Doğru yazılmış fayl adını müəyyən edin. Yenə həminki o bayaqki simvollardan. Bax, burada sual var. Burada ulduz var. Burada qoşa nöqtə var. Burada slash var ama C variantı doğrudur. 26 doğru yazılmış fayl yazılışın müəyyən edək. Deməli burada doğru yanlış yazılışın daha doğrusu. Burada doğrudur A variantı. Windows burada da doğrudur. Y variantı səhvdir çünki qoşa nöqtə qoyulub. Ona görə biz səhv axtarırıq. 27 yenə doğru yazılmışı soruşur. Baxaq görə elə A variantı doğrudur. Eticarəsi də problem deyil. Burada böyükdür, kiçikdir, slash, ulduz və dırnaq. 28 fayl adının doğru yazıldığını müəyyən edin. Bu tipli suallarda mütləq və mütləq birinci diskin adı ilə başlamalıyıq. Yəni hər hansısa bir hərf, C sərfasının qoşa nöqtə slash olmalıdır. Öncə 2 ilə mütləq başlamalıdır. Ona görə CD adı getdi. Və sonda mütləq fayl sonluğu ilə bitməlidir. Yəni .docx olan ya tək ya da hər hansı bir faylın yanında. Ona görə 2 ilə başlayıb 1 ilə bitir. Onsuz da qalan bütün variantlar ödəyir. Və 2 ardıcıl slash işarəsi yanaşı gələ bilməz. Ona görə 2-dən sonra deməli 2 çünki slashlə bitdiyinə görə 4 ilə 6 ilə başlaya bilməz sonra. Öncə avtomatik B variantı da getdi. Qaldı 2 3 problem deyil, yəni F, daha sonra informatika sonu slash. Avtomatik 3-dən sonra yenə 4-dən 6 gəlməz. Ona görə D variantı da getdi. 3-dən sonra 4 gəlir. 3'ten sonra 5 problemleri quizler. 5'ten sonra slash info quiz doğrudur. 6'dan da sonra 1 gələ bilər. Ona görə Y variantı doğrudur. Yəni, abituriyent daha doğrusu info quiz bu formada. Hansı tətbiqi proqram təminatına aiddir? Tətbiq deyirsə, belə deyək, bizim istifadə etdiyimiz proqramlar. Tətbiqi proqramlar istifadəçilər üçün nəzərdə tutulur. Buna da deyirlər nəşriyyat sistemləri. Yerdə qalan 4 variantın 4'ü də belə deyək, sistem proqramıdır. 30. Kompüterin bütün hissələrinin düzgün və əlaqəli işləməsini təmin edən proqramlar hansı qrupa aid edilir? Təbii ki, kompüterin bütün hissələrinin işləməsini təmin edən proqramlar sistem proqramlardır. Çünki sistemli şəkildə işləməsini təmin edir. 31. Driverlar aşağıdakı sadalananlardan hansına aiddir? Ortada deyirsən internetdə bir qırılma var. Onu düzəldək. Baxaq. Demə burada bəlkə də 30-dan başlayaq. Hə. 30-da kompüterin bütün hissələrinin düzgün əlaqəli işləməsi üçün mütləq və mütləq nə olmalıdır? Sistem proqramı olmalı idi dedik. İndi bəlkə video düşməyibsə təkrar baxaq. 31. Driverlər aşağıdakı sadalananların hansına aiddir? Deməli, driverlər kompüterin iş qabiliyyətini yoxlayan proqramlar deyil, bu BIOSdur. Driverlər kənardan qoşulan qurğularındır. Ona görə D variantı doğrudur. 32 doğru yazılmış fayl adlarını müəyyən eləyək. Hardware, burada sual işarəsi problemdir. Burada ulduz problemdir. Burada problem görünmür 3-də. 4-də problem görünmür. Ona görə 4-ü götürə bilərik. 5'te slash işarəsi var. 6'da da problem görünmür. Ona görə olur 3, 4, 6 B variantı. Təqdimat proqramında yaradılan faylın tipi təbii ki PowerPoint. Ona görə A variantı olacaq PPT. Bu səsdir, bu qrafikdir, bu cədvəldir, bu da database'dir. 34 xidməti proqramı müəyyən edin. Paint xeyr. Doktor Web düzdür. C++ proqramlaşdırma aləti 4 düzdür. WinZip də arxivləşdirmədə düzdür. Ona görə olur 2, 4, 5. İndi bu Windows əməliyyat sistemidir. Görə 2, 4, 5, 34 hansı variantdadır? Y variantında.
Xidməti proqramlara aiddir. Utilitlər antiviruslar. Bəli, bu doğrudur elə. B variantında əməliyyat sistemi pozur. C-də translyator, D-də kompilyator, C-də qrafik redaktor və mətn redaktorun hər ikisi. Gəldi 36-cı sual yenə. Eyni tipli sualdır. Qovluqda belə bir fayl saxlanılır. Həmin qovluqda alt qovluq yaradılır və bizdən həmin fayl alt qovluğa daşınır. Deməli, qovluqda belə bir fayl var idi. Həmin qovluqda, yəni bu saxlanılan qovluqda alt qovluq yaradılır, yəni içində bir qovluq yaradılır və fayl həmin qovluğa daşınır. Bundan sonra həmin faylın tam adı belə olur. Deməli, faylın daşındığı qovluq hansıdır? Həmişə özündən əvvəlki olur. Doc dokumenti, yəni doc bir faylıdır, qovluğudur. O zaman bu əvvəl olmayıb. O zaman biz buradan docu silməliyik. Deməli, 279 school.doc nəyin içərisində olub? Sənədlərin içərisində olub. Ona görə elə bizdən ən sonra daşınmadan əvvəl faylın tam adı dediyinə görə elə hamısını götürəcəyik. Yəni D-dən başlayıb axıra qədər. A variantı doğru variant kimi görürük. 37. Əməliyyat sistemlərini müəyyən edin. A variantı Photoshop səhvdir. B variantında Yukon Access səhvdir. Bunların hər biri database-dir, yəni verilənlər bazası. C variantı doğrudur hər biri. Artıq da digər variantlarda da yəqin ki, yanlışlar olacaq. 38. Qrafikin uzantıları Doc mətindir, PNG ola bilər, text mətindir, Wave səsdir, BMP doğrudur, JPG bu da doğrudur. Olur 2, 5, 6 A variantı. 39. Adobe InDesign nə proqramıdır? Nəşriyyat proqramıdır. Ona görə C variantı. ScanDisk isə sistem proqramıdır. B variantı. Hətta utilitdir belə deyək. 1C, 2B. Baxaq görə harda var. Bir də Adobe InDesign eyni zamanda tətbiqi proqramdır. Ona görə birə yanına Y də gedəcək. Olacaq 39-da D variantı. 40-cı sual fayl adından aşağıdakı simvolların hansından istifadə etmək olmaz. Bu üzrə demişdik ki, silah işarəsi bayaqki şəkildə göstərmişdik. İcazə verilmir. Keçək 41-ci sualla. Windows əməliyyat sistemində mümkün fayl adını müəyyən edin. Yenə sual işarəsi olmaz, düz silah olmaz, kiçikdir işarəsi olmaz, ulduz olmaz, Y variantı düzdür. Yenə bayaqçı sual tipi 42 fayl adının doğru ardıcıllığını müəyyən edin. Mütləq və mütləq disk adı ilə başlamalıdır ki, daha sonra qoşa nöqtə olmalıdır, daha sonra silah işarəsi olmalıdır. 2, 6, 3. Bu formada o getməlidir. Ona görə B, D getdi, C getdi. Sonu da təbii ki, biz dedik ki, onsa nöqtə docx-lə bitməlidir. 4 də onsa hamısında düzdür. 2, 6, 3-dən sonra ya 5 gəlməlidir, ya 1 gəlməlidir. Baxaq görək. 3-dən sonra 1 gələ bilməz, çünki siləş darbağa olmaz. Burada da siləş, burada da siləş. Ona görə 3-dən sonra 1 olmazsa Y variantı gedir, A variantı. 43. Kontrol panelin hansı bölmələri var? 8 dənə biz bölməsi var idi. İndi bizdə bunlardan hansılar var? Onu soruşur. Programs var. Properties yoxdur. Hardware sound var. Driver yoxdur. Print yoxdur. Və System Security var. 1, 3, 6, D variantı. Windows əməliyyat sistemində doğru fayl adları tapaq. 1 doğrudur. 2-də sual var. 3-də doğrudur. 4-də slash var. 5'te ulduz var. 6'da doğrudur. 1, 3, 6 C variantı. 45. Uyğunluğu müəyyən eləyək. Corel Photo Paint, Adobe Illustrator, Matkad. Baxaq görə Corel Photo Paint foto sözü varsa bu rasterdır. Ona görə B variantı. Daha sonra Adobe Illustrator. Bunu demişdik ki, vektor proqramıdır. Və Matkad'dakı riyazi hesablamalar üçün istifadə olunan altdan 3 ölçülü fiqurların çəkilməsi üçün istifadə olunur. Ona görə C variantı. 1B, 2A, 3C, D variantı 45-ci sualda. Baxaq görək 46-cı suala. Fayl tipi və onun açıqlaması əsasən yanlış olan tapaq. .exe icradır, düzdür. MIDI təqdimatdır. Xeyr, səs faylıdır. Ona görə C səhvdir. Artıq digərlər düz olacaq. 47. Fayllar üçün yanlış müqayisələri seçin. Deməli, eyni disklərdə yerləşirlər. Xeyr, biri D-dir, biri C-dir. Ona görə bir düzdür səhv olaraq. 2 fərqlidir, bəli, onu götürə bilmərik. Eyni qovluqda yerləşirlər. Xeyr, ən azından son qovluqlarına baxsaq, biri 2022-dir, biri 2021-dir. Ona görə bu səhvdir.
Fərqli düzdür. Tipləri eynidir. Wave bu səsdir. Follow videodur. Yəni bu təbii ki, tipləri müxtəlif olacaq. Ona görə 1, 3, 5 B variantı. 48. Diskdə 11 kilobaytlıq səs faylı və 9 kilobaytlıq qrafik fayl olarsa, bu fayllar neçə klasterda yerləşir? Klaster məsələlərində biz deməli necə edirik? Klasterin həcminə bölürük və hər bir faylı tək-tək bir fayldan 100 dənə də olsa, hər birinə tək-tək baxacağıq. 11 kilobayt o zaman biz 4 kilobayta bölsək neçə klaster olar? Yəni 11-i bölürəm 4-ə 2 tam nə qədər eləyir? Deməli, onda mən bunu 3 klaster götürəcəm. Çünki ikisi tamda olur, bir də yarımçıq qalır. Ona görə 3 klaster burada. 9-u da 4-ə bölsək 2 tam nə qədər yenə? Bu da olacaq yenə 3 klaster. O zaman toplam neçə klaster lazımdır bizə? 3-dən 3-ü toplasaq. 6 klaster lazımdır. Ona görə A variantı, B variantı, Y variantı getdi. 6 klaster lazımdır. Həcm nə qədər olacaq bəs? 6 klasterin də hərəsi 4-dən olar 24 kilobayt. D variantı. 49. Windows site doğru fikirlər tapır. Deməli, faylın adı maksimum 255 simvoldan ibarət ola bilər. Düzdür. Bu simvollardan istifadə edilə bilər. Xeyr, olmaz. Kontekst menüsünün düymələri ilə açıla bilməz. Xeyr, sağ düyməsi ilə açılır. 4-də faylda Python ad vermək olar. Xeyr, işarələr icazə vermir. 5. Tapşırıqlar sahəsi sağ tərəfində bildirişlər sahəsi tapşırıqlar zolağının sağ tərəfində yerləşir. Düzdür. Document docx faylın tam adı belədir. Faylın yerləşdiyi qovluqdakı drafts adlı alt qovluğa daşındıqdan sonra fayl yerləşdiyi qovluqdakı drafts adlı alt qovluğa daşınandan sonra faylın tam adı necə olar? Deməli, faylın yerləşdiyi qovluq reportsdur. Reports. Mən bunu bu faylı reportun içərisində olan alt qovluq deyəndə, yəni içərisində draftsa yerləşdirirəm. O zaman bu olduğu kimi qalır. Əlavə olaraq draft, sonra document. Onda baxaq görək bir dənə ortaya deməli draft daxil olmalıdır. O da olacaq hansı baxaq reportdan sonra draft D variantında uyğun gəlir. 51. Hər birinin həcmi yenə 13,5 olan 2 səs faylı. Burada 2 səs faylı var. Hər birinin həcmi 5,8,8 olan 3 video səs və 4 mətn. İndi baxaq. Clusterın həcmi 6 kilobaytdır. İndi 13,5 kilobayt olan həcmi mən 6 klasterlərə bölsəm, bizə neçə klaster lazımdır? O zaman həmin klaster sayını tapırıq. Bu tipli suallarda hər bir fayl üçün klaster sayını tapıb sayına vurmaq lazımdır. Yəni birinci həcmi tapıb sonra klasteri tapmırıq. Klasteri tapıb sonra sayına vururuq. İndi 13,5 üçün neçə klaster lazımdır bizə? Gəlin baxaq. 13,5-i bölürəm 6-ya. Eləyir 2 tam nə qədər? O zaman mən bunu təxminən götürəcəm 3. Və mənə deyir 2 dənə səs faylıdır. Deməli, biri 3-dürsə, ikisi bir yerdə olacaq 6 klaster. Bu birinci. Keçdi. İkinci 8,8-i də yenə 6-ya bölürəm. Bu düşür təxminən 1 tam nə qədər? Təxminən 2. Və 3 dənə səs faylıdır. O zaman 3-ə vuracam. Olacaq 6 klaster. Bu da oldu 6 klaster. Bir də 2,6 kilobayt. Mən 2,6-nı 6-ya bölsəm, bu təxminən eləcək 1. Çünki 0-dan nə qədərcim, onu axır istifadə olunacaq da bu klasterdən. 1. 1 klasterdir və sayda 4 dənədir. O zaman 4-ə vuracağıq. Bu da eləcək 4 klaster. O zaman toplam neçə klaster var? 4, 6, 6. Toplasaq, eləyər necə? 16 klaster. Və hər bir klasterin də həcmi nə qədərdir? 6. Bizdən sahəsini tapanda isə sonda klasterin həcminə vurmaq lazımdır. 16 klasterdə hərəsi 6 kilobaytdan. O zaman 16-nı da 6-ya vursaq eləyər 96. 52-ci sual. Yenə klaster məsələsidir. Diskdə 13 kilobaytlıq səs faylı və 27 kilobaytlıq qrafik fayl olar. Yenə ayrı-ayrı baxacağıq. Ümumini soruşsa belə. 5 kilobaytsa 13-ü 5-ə böləndə təxminən neçə dəfə düşür? 2 tam nə qədər? O zaman 3 klaster. 27-ni də 5-ə böləndə 5 tam nə qədər? O zaman 6 klaster. O zaman toplam neçə klasterdir? 9 klaster. İndi bizə klasterin sayını soruşur. D variantı. 53. Diskdə yerləşən ölçüsü 8 kilobayt olaraq təyin edilmişdir. Yaddaşdakı fayl diskdə 72 kilobayt yer tutur.
Fail həcminin mümkün variantlarını müəyyən edin. Deməli, baxaq görək. Diskdə klasterin ölçüsü 8 kilobaytdır. Aha. Deməli belə deyək də 8 kilo klaster varsa, daha doğrusu klasterin ölçüsü 8 kilobaytdırsa, həcmi də 72 kilobaytdırsa, o zaman mən 72-ni 8-ə bölüncəm neçə klasterdir? Demək bizə 9 klaster lazımdır. İndi burada verilən variantlardan, yəni 6 dənə ədəddən görə neçə dənə klaster var? Yəni hərəsində 9 dənə klaster olan. O zaman 64-ü 8-ə bölsəm, bu elə 8 dəfə düşür. Demək bu 8 klasterdir. Mənə 9 klaster lazımdır. Bir getdi. 66-nı 8-ə bölsəm bu təxminən 9 eləyir. 8-i keçdiyinə görə 2 düzdür. 68-i 8-ə bölsəm, yenə bu 8 tam nə qədər? 9 düzdür. 74-ü 9-a bölsəm, bu eləyir neçə? Daha doğrusu 8-ə bölsəm. 9 tam nə qədər? Yəni 10 klaster. Mənə 10 lazım deyil. Bu 10 olduğuna görə götürə bilmərəm. 72-ni ilə 8-ə bölsəm, belə 9 düşür özü birbaşa, düzdür. 62-ni də 9-a bölsəm 7 tam nə qədər? Yəni 8-dir. Mənə də 8 yox, 9 lazımdır. Öncə olacaq 2, 3, 5 B variantı. 54. Həcmi 118 kilobayt olan fail 5 megabaytlıq boş diskə maksimum neçə dəfə yerləşdirmək olar? Klasterin ölçüsü 5-8 kilobaytdır. Əgər mənə klasterin ölçüsünü veribsə, mütləq və mütləq ondan istifadə etməliyik. İndi həcmi 118 kilobayt olan fail neçə klastera yerləşdirmək olar? Birinci onu tapmalıyıq. Deməli, 118 kilobaytı biz bölürük 8-ə. Görək nə qədər düşər. 118-i 8-ə bölsək, kənarda hesablayaq. Kursor haradadır? Hə. Deməli 118-i bölürük 8-ə. Təxminən neçə dəfə düşür? 14 tam nə qədər? Yəni böyləcə 14 tam 8-də 6. Deməli bu təxminən neçə kilo klasterdir? 15 klasterdir. İndi 15 klasterin də həcmin nə qədər edəcək? O zaman 15-ə vuracağıq 8-ə. Görüm həcmi nə qədərdir? 120. Deməli 118 kilobayt olsa da yaddaşda bu 120 kilobayt yer. İndi bizə deyir 5 megabaytlıq boş diskə neçə dəfə yerləşdirmək olar? O zaman mən 5 megabaytı bölməliyəm 120 kilobaytı. O zaman 5-i də megabayta yəni kilobayta çevirsəm, onlar 5 vurulsun 1024 böl 120. 5-i ixtisar aparsam, qalar 1024 böl 24. Bunu da 8-ə ixtisar aparsaq, 1024-ü 8-ə bölsə neçə dəfə düşər? 128 dəfə. 128 bölünsün 3. 128-i də 3-ə bölsəm 42 tam 3-də 2. Hə, uşaqlar adətən dəfə yerləşdirməkdə də bir vade artırırlar, yəni 43 götürürlər. Xeyr. Klaster sahəsində əgər kəsrədə danırsa, növbəti ədədə yuvarlaşdırırıq, sayı götürürük. Amma dəfə yerləşdirmək suallarında isə elə tam hissəni götürürük. Çünki neçə dəfə tam yerləşər. Tam söz olduğuna görə demək 42 dəfə yerləşər Y variantı. Buraları indi təmizləyək. Çünki lazım olacaq yenə burada yazmaq. Keçək indi növbəti 55-ci sual. 55-ci suala deyir ki, diskdə olan şəkil faylının diskdə olan şəkil BMP faylı şəkillərin qovluğunda yaradılmış 9-cu sinif qovluğuna yerləşir. Deməli, C diskində hardasa bir şəkil BMP faylı var. Deməli, C-nin içərisində onda bir dənə şəkillərim yaradılır. Şəkillərimin də içərisində bir dənə belə deyək, nə idi onun adı? 9-cu sinif yaradılır. Onun da içərisində şəkil JPG, BMP. Deməli, onda faylın adı ilə bu formada olacaq da, C diski və yadda saxlayın. Tam ad deyən, ümumiyyətlə tam ad deyəndə, faylın yolu deyəndə mütləq və mütləq diskin adı ilə başlamalı. Ona görə B variantı səhvdir. Şəkillərindən sonra 9-cu sinif olmalıdır. Ona görə A ilə Y də səhvdir. C ilə D-də baxaq problem nədir? Sadəcə C-də BMP verib, xeyr, faylın adı tam deyil. Ona görə D variantı doğrudur. 56-cı sual az öncə olan sualdandır. Həcmi 16 kilobaytsa klastera neçə klaster onda lazım olur? Bizə ki, həcmi 48 olub. O zaman 48-ə bölürəm 16 edir 3 klaster. İndi variantlarda görə hansı 3 klasterdir? 32-ni 16-ya bölsəm 2 klasterdir bu.
38-i bölsən bu 2-ni keçir, yəni 3 klassdır. Deməli 2 düzdür. 40 da 3-ə böl 16-ya bölsəm 3 klassdır eləyir. Ona görə düzdür. 49-u bu 16-ya bölsəm 4 klassdır eləyir. 3 tam nə qədər? Ona görə 4 olmaz. 42-nin özü 3 klassdırdır. 30-un da özü 2 klassdırdır. Ona görə 2, 3, 5 doğru cavabdır. 57. 6 ədəd 5 GB-lıq boş DVD diskdə neçə ədəd 6 MB-lıq fayl yazmaq olar? Deməli, bu tipli suallarda da yenə qətiyyən disk sayını öncədən vurmuruq. Diskin sayını ən sonda nəzərdə alırıq. Yəni 6 ədəd 5 GB-lıq disk götürürük. Yəni bir diski tapırıq, sonra sayına vururuq. Deyir 5 GB-lıq. Tutaq ki 6 deyir, lap bir diskdir. Mən qoy birini tapım, sonra sayına vuraram. O zaman 5 GB-lıq diskə neçə dənə 6 megabayt yazmaq olar? O zaman hər birini eyni vahidə gətirsəm, 5 GB-ı mən megabayta çevirsəm nə olacaq? 5 vurulsun 1024 böl 6. Bunu da 1024 nəticə aparsam, neçə dəfə düşəcək? 5 vurulsun 512 böl 3. 5-i 512-yə vursaq neçə eləyər? 2560. Bunu da bölək 3-ə. Görək 2560-ın içərisində neçə dəfə yerləşdirmək olar? O zaman 2560-ı da 3-ə bölsək, 25-in içərisində 8 dəfə, 16-nın içərisində 5 dəfə, 10 da 853 dəfə. 853 dəfə yerləşir. Deməli, bir diskə, bax, bir diskə 853 dəfə yerləşir. Bəs 6 diskə nə qədər yerləşir? O zaman indi vuracam sayını. Yəni öncədən 6-ya vurmuram. 6-nı da 853-ə vursaq 5118 eləməlidir. O da eləyir B variantı. Yəni biz bu tipli suallarda 6-nı öncə baxmırıq. Bunu bölürük buna, sonra vururuq 6-ya. 58. Mətn tipli failləri müəyyən edilir. Mətn olması üçün sonra nə olmalıdır? Tix, xt və docx, doc. Ona görə baxaq görək. Və doğru yazılmış deyir. Ona görə biz birinci burada sual işarəsi var. 2 silirik. Burada ulduz var. Burada da siləş var. İndi 1, 3, 5. 5 isə PPT-dir. Yəni fail adı düz olsa da mətn faili deyil. Ona görə 1, 3, D variantı. 59. Windows-da mümkün olan fayl adlarını tap deyir. Daha görə Windows-da mümkün fayl adları hansılardır? Nələr ola bilər? Deməli, ulduz səhvdir. DS ola bilər. Burada nöqtə problem deyil orada. Sual ola bilməz. Burada işarə böyükdür, kiçikdir ola bilməz. Ona görə qalır nə? 2, 3, 5 A variantı. Yenə 60-cı sual. Hər biri 1 kilobayt həcmə malik olan 10 ədəd səs faylı, 10 kilobayt həcmə malik olan 5 ədəd mətn faylı və 17 kilobayt həcmi olan 3 ədəd qrafik fayl var. Ümumi həcmi soruşur. Ümumi həcmi tapmaq üçün də biz yenə klaster sayını tapmalıyıq. Çünki klasterin ölçüsünü verir. Bayaq dediyim kimi yenə bir fayldan neçə dənə olur olsun biz o faylları tək-tək tapıb sonra sayına vurmalıyıq. İndi 1 kilobayt üçün bizə neçə klaster lazımdır? 1-i 4-ə bölürəm. Eləyir 0 tam nə qədər? Yəni 1 bölünsün 4. Deməli bu 1 klasterdir. Yəni 1 bayt artırıram. 10 kilobaytı bölürəm 4-ə. Onu 4-ə bölsəm 2,5. Bu da eləyir təxminən 3 klaster. 3 klaster. Daha sonra 17-ni bölürəm 4-ə. Bu da eləyir 4 tam nə qədər? Təxminən 5 klaster. İndi sonra sayını indi vuracam. İndi mən 1 kilobayt üçün 1 klasterdırsa bir faylda. Bəs ona da olsa nə olacaq? Onu da 10-a vuracam. Burada olacaq 10 klaster. Sonra 3 klaster idi və 5 ədəd idi. O zaman bunu 5-i vuracam 3-ə. Olacaq 15 klaster. Rəngi dəyişək, aydın düşsün. Burada olacaq neçə? 15 klaster. 17 olanda da 5 klaster idisə sayı da 3'dür. Yəni 5-i də 3-ə vuracam. 15 klaster. Toplam neçə klaster oldu? 15, 15
10. Bu da eləyir neçə? 40 klastır. Yəni 15 plus 10 eləyir 40 klastır. Və bir klastrın da həcmi 4-dür. Məndən ümumi həcmi soruşubsa, aparıb 4-ə də vuracam. Eləcə 160, yəni Y variantı. Daha sonra davam eləyək. Yenə eyni tipli sualdır. 61-ci sual. Dəqiqə burada. Aha. 61-ci sualda deyir ki, bir dəqiqə ekranı təmizləyək. Yenə klaster məsələsi. 6 kilobayt olan diskdə faylın yaddaşda tutuла biləcəyi həcmi tapın. Klass tutumu 6 kilobaytdırsa, deməli bu faylın həcmi mütləq 6-ya bölünməlidir. Çünki neçə klaster olsun, biz artıq onu axırda klasterin həcminə vurmalıyıq, 6-ya vurmalıyıq. Yəni və 6-ya vuranda da təbii ki 6-ya bölünən ədədlər alınır. Ona görə 1 126 6-ya bölünür. Bir doğrudur, daha doğrusu. 36 6-ya bölünür. 101 6-ya bölünmür. 1 megabaytı mən kilobayta çevirməliyəm, çünki vahid kilobaytdır. 1024-ü 6-ya bölsəm, ən azından 2-yə ixtisar gedir, 5 son 2 3-ə bölünmür. Deməli 4 səhvdir. 132 6-ya bölünür. Götürə 111 isə 6-ya bölünmür. Ona görə 1, 2 və e, neçənci olur? 5-ci olur. B variantı. 62. Hər birinin həcmi 99 kilobayt olan 150 faildən neçəsini 1 megabaytlıq diskə yerləşdirmək həcmi də yenə 6 kilobaytdır. Yenə 99 olsa belə mən bunun həcmini tapmalıyam. Klastra çevirməliyəm. 99-u bölürəm 6-ya. Neçə dəfə düşür? 16 dəfə. Nə qədər? 16 tam nə qədərsə, bu da olur o zaman 17 klastr. İndi 17 klastr təkrar 6-ya vururam. 17-ni də 6-ya vursam eləyir 102 kilobayt. İndi 1 megabaytda neçə dənə 102 yerləşdirmək olar? Heç burada 150-dən istifadə olunmur. Nə olsun 150 fayl var? Mənə də neçəsini yerləşdirmək olar. O zaman nə edəcəm? Al 1 megabayt, yəni 1024 kilobaytı böləcəm 102-yə. Bu da təxminən edir neçə dəfə? 10 dəfə 1020, 10 tam nə qədər? Dəfədən söhbət gedirsə, o zaman 10 dəfə götürəcəyik. Bu da eləyəcək Y variantı. 63. İndi baxaq. Yenə eyni tipli sualdır. Diskdə eyni həcmə malik olmaq klaster sayının eyni olması deməkdir. İndi 17-ni 4 kilobaytdan klasterlara bölsəm, bu edir 5 klaster. 20-ni 4-ə bölsəm 5 klaster. 22-ni 4-ə bölsəm, bu edir 6 klaster. 37-ni 4-ə bölsəm, bu edir neçə? 10 klaster. 41-də 4-ə bölsək 11 klastır. 19-u bölsək 5 klastır. 30-u da bölsək 9 klastır. İndi bizə deyir, eyni həcmə malik klaster sayları o zaman baxıb görüm ki, 3 yerdə 5 alandır. 5, 5, 5. Sayını tapın, o zaman olacaq 3. B variantı. 64. 22 kilobayt həcmi olan fayl diskə neçə klaster və neçə kilobayt olar? Yenə 22-ni böləcəyik 6-ya. Eləcək təxminən 4. Yəni 3 tam nə qədər? 4. O zaman 4 klaster. Ona görə C ilə Y getdi. 4 klaster. Hər bir klasterin həcmi 6-dır. O zaman 6-ya vuracam, eləyəcək 24 kilobayt. 4 klaster 24 kilobayt. B variantı. 65. Doğru olan yenə yanlış olan fayl adlarını soruşur. Yanlışlara baxaq. Birdə problem yoxdur. 2-də dırnaq da var, slash da var, səhvdir. 3-də problem görünmür. 4-də slash işarəsi var. 5-də sual işarəsi var. 6-da ciddi problem görünmür. Ona görə 2, 4, 5 D variantı. 66. Sərt diskdə həcmləri 206 kilobayt, 304 kilobayt və bu hamısı faylın ölçüsü diskdə tutduğu yer ilə eynidir. 4096 bayt nə deməkdir? 4 kilobayt. Eynidir o deməkdir ki, əgər bir faylın həcmi o vaxt yaddaşda tutduğu ilə eyni olur ki, klasterin həcminə tam bölünsün. Yəni kəsir qalınmasın. İndi burada verilən ədədlərdən 206 4-ə tam bölünürmü? Xeyr. Çünki 206 mən klastra çevirsəm, eləyəcək 52 klastır. 52-ni də 4-ə vursam 208. Deməli, eyni olmadı.
Ona görə mütləq 4-ə tam bölünmür. 304 bölünür. 1347 təbii ki, sonur bölünmədiyinə görə bu bölünmür. 460 isə 60 bölündüyünə görə 4-ə bölünür. Deməli 304 və 460 C variantı. 67. 256 nəticələrlə Paretodan istifadə etməklə 768 vur 640 pikselli ölçülü qrafik təsvirini hər biri yaddaşda saxlamaq üçün əlavə 40 kilobayt da fayl məlumat lazımdır. 4 kilobaytlıq klasterlara bölünən 3 megabayt həcmi olan boş diskə ən çox neçə belə fayl yazmaq olar? Birinci bu faylın biz həcmini tapaq. Baxaq görə bunun həcmi nə qədər edir. Biz də şəklin həcmini tapanda bilirik ki, A vur B vur i-dir düstur. 767-yə 8-ə 3 vur 2 üstü 8 yazarıq. Vur 640-a 128 vur 5 yazarıq. Yəni 2 üstü 7 vur 5. Və 256 nəticələrdirsə bunun həcmi 8 bitdir. 8-i də 2-nin kubu yazarıq. Bunu da yazarıq 2-nin kubu. Bölər 213-ə. 213-ə bölsə, böyle 15 ilə buradan gedər. Yuxarıda 4 qalar. Vəssalam. 3 vurulsun 4, vur 5, vur 8. Bunu da həcmi neçə eləyir? 480. Demək 480 kilobayt şəkildir. Hər biri üçün, hər biri üçündə əlavə 40 kilobayt gəlir. Üstünə də 40 kilobayt gəlsə, bu da eləyəcək 520 kilobayt. İndi 520 kilobaytın həcmi 4 kilobayt klasterlara bölünürsə, baxaq görə 520 ilə 4-ə bölünür, tam bölündüyünə görə 520-ni 4-ə bölsə neçə eləyər? Neçə klaster eləyər? 130. 130 tam olduğuna görə elə 130-u da təkrar 4-ə vursam, yəni 520 eləyər. Demək 520-dir. İndi 3 megabayt həcmi olan diskə neçə 520-lik yerləşər? O zaman 3 megabayt 3 vurulsun 1024-ü bölürük 520-yə. Bunu da 4-ə ixtisar aparsam 3 vur 256 bölünsün 135 eləməlidir. Bir dəqiqə 130 daha doğrusu. 130. Bunu daha sonra 2-yə də ixtisar aparsaq eləyər neçə? 3 vur 128 böl 65. İndi bunu da hesablasaq 328-ə vursaq neçə eləyər? 384. 384-ü də 65-ə bölsəm neçə dəfə düşər? 6 dağılsa 90 olar. 390 olar. Deməli 6 dəfə yox, 5 tam nə qədərsə. Tamdan söhbət gedir. 5 tam bu 65-də neçə eləyəcək? 325 59 eləyəcək. Hə. Tamdan söhbət getdiyinə görə o zaman biz bunu götürəcəyik 5A variantını. Bu da belə 67-ci sual gəldi. 68-ci suala. 68-ci sualın şərtində problem var. Sual yəni doğru sual deyil. Rəqəmlərdən nəyisə düzgün verməyiblər deyə. Burada doğru cavab alınmır. Yəni belə bir rəqəmlərdə çox qəribə bir rəqəmlər alınır. Ona görə burada 68-ci sual belə deyək də doğru deyil. Doğru deyil. Bu sual heç ona görə vaxt itirməyinə dəyməz. Çünki bunu mən öz dərslərimdə işləmişəm və orada həqiqətən sualın səhv olduğu üzə çıxıb. Ona görə bir də vaxt itirməyək. 69. Doğru mülahizələri seçin. Biz cleanup proqramı vasitəsilə proqramların işini dayandırmaq olur. Cleanup-la xeyir, task menecerinə. Keş yaddaş prosesorda yerləşir. Düzdür. Xidməti proqramlar, tətbiqi proqramlar təminatdan aid xeyir, sistemə aiddir. Sərt disk ana lövhəsi üzərində yerləşən yaddaş qurğusudur. Sərt disk ana lövhəsi üzərində yerləşmir. Xeyr. Diskdə müəyyən həcmə malik ən kiçik yaddaş blok sektordur. Prosesor taktikli hertz ölçülür, doğrudur. Ona görə cavab olacaq 2, 5, 6. 70-ci sual. Qovluqda belə bir fayllar var və faylların səhv ümumi həcmi tapın. Yenə klaster məsələsidir. 6 kilobayt. 3.5-i 6-ya bölsə neçə klaster edir? 1 klaster. 4.5-i bölsə 1 klaster. 5.5 1 klaster. 6.5 artıq olacaq 2 klaster.
7 onda 5 olacaq 2 klastır. Toplam nə qədər eləyir? 2, 2, 4, 5, 6, 7. 7 klasterdir və hər klasterın da həcmi 6 kilobaytdır. O zaman 7-ni də 6-ya vurarıq təkrar 42 kilobayt. 71-ci sual. Cədvəldə faillər və onların informasiya həcmini tapın. Deməli, bütün qrafik fayllar. Qrafik fayllar hansılardır burada? Deməli, AVI bu videodur, TIFF qrafikdir, WAV səsdir, ODC qrafikdir, PNG qrafikdir, exe icradır. Deməli, olanlar ancaq bunlar oldu. Necə deyir, bizə deyir ümumi həcm. Burada klaster məsələsi deyil, çünki klaster həcmi verməyibsə, elə həcmləri olduğu kimi toplayırıq. O zaman 2, 1, 1, 4 megabaytdır. Biz zamanında düsturu nə idi? Biz demişdik ki, V böl V, yəni həcmi sürətə bölməliyik. O zaman həcmi bölürük 222-yə, bitə, böl saniyə. O zaman mən bunu da bitə çevirsəm, 4 vur 223 böl 222. Bunu da ixtisarlara aparsam, burada 2 qalar, 4 2-yə 8 saniyə. Bəs salam. Deməli 81-in 71-in cavabı oldu 8 saniyə. 72-ci sual. Unicode qollaşdırmasında yığılmış 25 səhifəlik mətn. Yenə bura qədər həcmi verib, o zaman həcmi hesablamalıyıq daha doğrusu. Unicode-da da həcm necə hesablanır? Səhifə simvol, sətr vur 2 byte, Unicode-da 2 byte. Deməli 25 vur 32 vur 64 vur 2 byte. Kilobaytdan söhbət gedirsə mən bunu 200 sona bölərəm bu byte olduğuna görə. Bunları da ixtisar aparsaq 2, 4, 100 kilobayt. 100 kilobaytın da deyir ki, bu fayl 30% arxivləşib. O zaman 30% arxivləşibsə 70% qalır. 100-ün 70%-ni tapsaq eləyər 70 kilobayt. 70 kilobayt da deyir 4 kilobaytlı klastra yerləşir. O zaman 70-i də 4-ə bölsək e, neçə klastra deyir. Bu da eləyir neçə? E, 17 dəfə götürsək 60, 17 tam neg onda 5, bu da olur neçə? 18 klasdır. Ona görə cavab olur 18. Yəni 70-ci sual. 73-cü sual. Qovluqda bu qədər fayllar var. Qovluğun yenə eyni sualdır. Az öncə izah etdiyim sual tipindəndir. Hər birin klasterin həcminə bölürük və həll edirik. 3 kilobayt isə bu 1 klaster, 4.5 isə 2 klaster, 6.5 isə 2 klaster, artıq sürətli şəkildə yazırıq. 7.5 isə 2 klaster, 11.5 isə 3 klaster. Toplam neçə klaster oldu? 1, 3, 5, 7 və 10 klaster. 10 klasterin da həcmi nə qədər olacaq? Klasterin də həcmini vuracaq öz həcminə. Olacaq 40 kilobayt. 74. Hər bir diskdə 6 kilobayt yer tutan 724 ədəd faylı bütöv şəkildə disklərə yazmaq lazımdır. Ən azı neçə 2 megabaytlıq disk lazımdır. Baxaq görə hər bir diskdə 6 kilobayt yer tutan 724 ədəd faylı bütöv şəkildə disklərə yazmaq lazımdır. Bu məqsədlə ən azı neçə 2 megabaytlıq disk lazımdır. İndi baxaq. 724 faylın hər biri 6 kilobaytdırsa, o zaman ümumi həcm nə qədər olacaq? 724 vur 6 kilobayt. Mən indi bunu bölməliyəm nəyə? Mənə deyir neçə 2 megabaytlıq fayl lazım olar. O zaman mən bunu bölməliyəm 2048 kilobayta. Ki görüm mənə nə qədər belə bir disklər lazımdır ki, o disklərdən alım doldurum. 724 o zaman 6-ya vursaq və yaxud ixtisar da apara bilərik. Buradan 2 ilə bunu aparsaq, qalacaq 3 vurulsun 724. 3-ü də 724-ə vursaq 2172 böl 1024. 2172-ni də 1024-ə bölsək, ən azından 1024 2048. Bu 2 tam nə qədər eləyir? İndi 2 dənəsi tamamilə doldu. Neçə disk lazımdırsa artıq mən bunu klaster kimi 3 götürəcəm. 3 dənə disk lazımdır. Niyə? Çünki ikisi tamamilə dolur. Biri yarımçıq qalır. Yarımçıq üçün axı mən bir dənə disk istifadə edirəm. Ona görə 74-ün cavabı olur 3. 75. Uyğunluğu müəyyən edin. Sistem proqram təminatına aiddir. Baxaq görək hansılar. Pascal bu proqramlaşdırmadır. Photoshop tətbiqdir. Utilitlər sistemdir. Basic proqramlaşdırmadır D.
Mətndə tətbiqdir Y. Ona görə 1C, 2B, Y, 3AD. 76. Yenə eyni tip sualdır. Diskdə eyni həcmə malik qrafik faylların sayını müəyyən eləyin. Yenə klaster sayı eyni olanlar. O zaman 20 kilobaytı mən bölsəm neçə klaster eləyir? 4 klaster. 25-i bölsəm 5 klaster. 30-u bölsəm 5 klaster. 35-i bölsəm 6 klaster. 27-ni bölsək 5 klaster. 37-ni də bölsək 5-ə, daha doğrusu 6-ya 7 klaster. İndi eyni həcmə malikdirsə klaster sayı eyni olanlar. Baxaq. 5, 5, 5. Onda cavab olacaq 3. 77. Bu fayllar 4. Artıq bizə burada klasteri verib. 4 kilobayt. Bütün səs faylları. O zaman biz səs axtarmalıyıq. Səs harada var? MP3 burada var. Wave burada var. MPG videodur. Bu X-Ray'dır. PDF bu kitab faylıdır. Yəni yazıya oxşuyur. MIDI səsdir. XLS bu isə cədvəl. Deməli biz bu 49 Wave və MP3 bunu götürməliyik. Yəni 30 37. Və klasterin həcmi verib artıq biz bunu klasterların sayını tapıb getməliyik. İndi baxaq. 33-ü mən 4 kilobaytlığa bölsəm neçə klaster eləyər? Qabağından yazaq. 9 klaster. 8 tam nə qədər? 9. 37-ni 4-ə bölsəm 9 tam nə qədər? 10. 49-u da 4-ə bölsəm 12 tam nə qədər? 13. Toplamda neçə klaster lazım olacaq? O zaman biz bunları toplasaq, eləyər neçə? 32 klaster. Hər klasterin də həcmi 4 kilobaytdır. O zaman 32-ni 4-ə vursaq 128 kilobayt eləmiş olar. 78. Bu sual elə əvvəlki deyəsən dərslərdə də var idi. Buralar biraz silək. Demək, Ləman tam dolu diskdən 8 ədəd 3 megabaytlıq səs faylı sildi. Demək, tam dolu disk nə qədərdir bilmirəm. X qədər. İndi buradan mən 3 dənə megabaytlıq 8 dənə disk sildim. O zaman nə qədər silindi? 24-ü silindi. Yəni çıxıldı. Daha sonra 5 dənə 4 megabaytlıq. O zaman 20-si çıxıldı. 5-i 4-ə vurduq. 12 ədəd 2 2048 baytda 2 kilobayt deməkdir. O zaman 2-ni 12-yə vursam 24 kilobaytda silindi. Bunlar megabaytdır. Daha sonra bu diskə 2 ədəd 3 megabaytlıq səs faylı yazdı. Üstə gəldi. 2 vurulsun 3, yəni 6 megabayt. Daha sonra 2 eyni ölçülü vid bilmirəm. 2 V-də yazdı. Bunu yazandan sonra diskdə bu qədər boş yer qaldı. İndi baxaq. Bu qədər boş yer qaldısa, yəni biz onda nə etməliyik? Əgər bu disk tam dolu idisə, bu qədəri boş qaldısa, onda belə çıxır ki, baxın, bu tam bir dəqiqə tam dolu diskdir. Biz bura qədər sildik. Bura qədər bu silinənlərdir. Nə qədər silmişdik? Yəni burada nə qədər boş yer qalmışdı o zaman bunlar siləndən sonra. Silinənlər deyəndə onda biz bunları toplamalıyıq da. De bunları toplamalıyıq. Olacaq 40 megabayt, 44 megabayt plus 24 kilobayt. Daha sonra mən bu qədər fayl əlavə eləyirəmsə, o zaman ümumi həcm neyniyir? Azalır. Nə qədər azalır? 6-sı çıxılır. Yəni bura elə bir ki, əlavə elədik buranı. Bir də 2V-si çıxılır. Nə qədər qalır o zaman? 44-dən 6-nı çıxırıq. Eləyir 38 megabayt. Üstə gəl 12 kilobayt. Çıx 2V. Düzdürmü? Bu artıq qalan nədir? Bu boş qalan yerdir. Deyir boş qalan yer bir də buna bərabərdir. Bunu da bərabərəm 16 megabayt üstə 24 kilobayta. Bu 24 idi bu arada. 24. Bərabər. İndi buradan islahlara aparsın. 24-lər getdi. 38-dən nə çıxsam 16 eləyər. 22. 2V 22-dirsə, V də neçədir? 11 megabaytdır. Bizdən də soruşur video məlumatın həcmi olur 11. Belə bir biraz çətin tipli hesablaması çox gedən bir sual idi.
79 yenə eyni tip sualdır. 120 mətn faylın hər birinin həcmi 218 kilobaytdır. 7 megabaytlıq boş yerə ən çox neçəsini yazmaq olar? Yenə klastra çevirəcəm. Bu say önəmli deyil. Onsa mənə neçəsini yazmağı soruşur. 218-i bölürük 4-ə. Düşür nə qədər? Təxminən 55 klasdır sayı. 55-i təkrar 4-ə vururam, edir 220 kilobayt. İndi 7 megabaytlıq boş diskə, yəni 7 vur 1024 kilobayta mən neçədən 220 yerləşdirə bilərəm? İndi 2-yə ən azından 4-ə ixtisar aparsam, 7 vurulsun 256 böl 55. İndi bunu da hesablayaq. 7-ni 250, bunu artıq yəni hesablamalıyıq, başqa yol yoxdur. 7-ni 6-ya vururuq 42. Bax, bunu kalkulyatorla da bəlkə hesablamaq olur, amma imtahanda bizə kalkulyator vermirlər. 7-ni 5-ə. 35, o da 4 qalmışdı. 39, 3 yadda. 7-ni 2-yə. 14, o da 3, 1792. Bunu da bölməliyik 55-ə. 190, 179-un içərisində 55 neçə dəfədir? 3 dəfə. 165. Qalıq nə qaldı? 14. 142-nin içərisində 55 neçə dəfədir? 2 dəfə. 110. Qalıq qaldı 32. Bu eləyir neçə demək o? Onda bunun cavabı neçə olur? 32 tam 55-də 32. İndi neçə dəfə tam yerləşdirmək olar? Ən çox neçəsini yazmaq olar? 32-sin. Artıq 33-cüyə yer tam çatmır. Ona görə bu kəsilsəni atırıq. Həcmi 101 kilobaytın fayllardan neçəsini yenə 2 megabaytlıq diskə yazmaq olar? Yenə 101-i bölürəm 6-ya klastra çevirmək üçün. Eləyir neçə? 16 tam nə qədər? Yəni 17 klastır. 17-ni də vururam 6-ya eləyir 102 kilobayt. Deməli, hər bir fayl yaddaşda 102 kilobayt olacaq. İndi 2 megabaytlıq boş diskə yenə 2 vurulsun 1024-ə neçə dənə 102 olar? Bu da eləyəcək neçə? 1024 böl 51. 1024-ün içərisində neçə dənə 51 var? Bu da 20 dəfə götürsək neçə eləyər? 1020 eləyər. 1020 dəfə tam yerləşər. 20 tam bu eləyəcək 51-də 4 daha belə deyək. 20 dəfə tam yerləşər. Yəni 20-sini yerləşdirmək olar. Ona görə cavab olacaq 80-də də 20 olmalıdır. Daha sonra keçək növbəti 81-ə. Hər birinin həcmi 4 kilobayt olan 60 ədəd fayldan yenə eyni tipli sualdır. Hər birinin həcmi 41 kilobayt olan 60 ədəd fayldan ən çox neçəsini 8, yenə 41-i 8-ə bölsəm 5 tam nə qədər? Yəni 6 klassdır. 8-ə vursam yenə eləcək 48 klassdır. Kilobayt. İndi 1 megabaytın içərisində neçə dənə 48 olar? 1 megabaytdan 1024 kilobayt. Bu 48 yazaram. Ən azından 4-ə ixtisar apar, 8-ə də ixtisar apara bilərik. 128 bölü 6. Bunu da ixtisar aparsaq, bir dəqiqə burada 1 megabaytlıq. Aha. Bu deyirlər neçə 2-yə də ixtisar apara bilərik. 64 bölü 3. Bu deyir 21 tam nə? 3-də 1. Neçə dəfə yerləşir? 21 dəfə tam yerləşir. Birinə yer çatmır. Ona görə cavab olur 21. 82. Qramatın faylları hansılardır? MP3 ümumiyyətlə ardıcılıqla gedir, səs aiddir. Docx mətndir. JPG qrafikdir. WAV səsdir. TIFF qrafikdir. Ona görə Y-yə gedəcək. 1, B, 2, C, Y, 3, AD. 83. Uyğunluğu müəyyən edin. Sistem proqram təmini. Pascal hansına aiddir? Proqramlaşdırma aləti. ScanDisk sistem. Impress tətbiq. C++ proqramlaşdırma. WinRAR sistem. Y variantı. 84. Görək 84-də nədir? Qovluğun tipləridir. Bu qovluq içərisində qovluqdur. Ona görə buna uyğun gələn iç-içə qovluq gedər. Bu W, yəni mətn şeydir. Sənəd, neydi onun adı? Yazıdan ibarətdir. Yəni bu hər hansı bir mətn faylı ola bilər. Yəni sənədlər ola bilər. Y variantı, yəni video uyğun deyil, şəkil uyğun deyil, boş qovluq uyğun deyil. 2-yə
Onca Y-ni götürə bilərik. Bu da heç bir element yoxdur içərisində. Ona görə buna da götürə bilərik. C boş qovluğu. 85-ci sual. Corel Draw necə proqramdır? Tətbiqi proqramdır və eyni zamanda vektor proqramıdır. Disk line-up xidməti proqramıdır. 1A D, 2-yə isə C gedər. Baxaq 86-cı sual. Yenə mətn faylı. Mətn faylı deyəndə yəni sonluqlara baxırıq. PPTX bu təqdimatdır. Ona görə A, PNG bu qrafikdir. TXT mətindir. Nöqtə doc bu doc nədir? Mətindir. Və vav səsdir. Ona görə Y variantda bura gedəcək. Deməli 1CD, 2Y, 3A. 87. Sistem proqramı deyəndə biz götürməliyik xidməti. Daha sonra əməliyyat sistemi, yəni D. C, A-la. Bir dəqiqə, hə, düz yazdıq. A variantı proqramlaşdırmaya gedir. B-ni göndərmişik. D-ni göndərmişik. MS Access tətbiq. Qrafik redaktorlarda tətbiq. C və Y. 1B-də 2C-yə 3A. Bu da belə bu bölmənin də izahı bitdi. 87 sual idi. Növbəti bölmələrdə görüşənə qədər kanala abunə olub izləməyi unutmayın. Sağ olun.